Mən bu tortuma Napoleon yox, Bonaparte adını verirəm. Çünki özünə məxsusdur, klassikadan uzaqdır, amma əsas odur çox ləzzətlidir. Özü də bugün sizinlə apşiron ununu sınayacağıq. Keyfiyyət istehsaldan başlayır deyib Agraderinin apşiron unundan sadəcə istifadə etməklə kifayətlənmədim. Onun istehsal prosesində ATS Milk müəssisəsində yaxından izlədim. Yüksək protein və gluten tərkibi, yüksək ağlıq göstəricisi və peşəkar şəkildə balanslaşdırılmış keyfiyyət parametrləri sayəsində xəmir daha elastik olur, yüksək su absorpsiya qabiliyyəti isə bişirmədə ideal nəticə əldə etməyə kömək edir. İndi hazırladığım hər reseptdə istifadə etdiyim unun keyfiyyətini daha yaxşı tanıyıram. Xəmir və krem üçün nəyi nə qədər istifadə etdim, aşağıda qeyd edəcəm. Əsas məsələ suyumuz soyuq olsun və xəmirə sirkə əlavə edək. Xəmiri yarım saat gözlətdikdən sonra kündələrə ayırdım, yaydım və 180 dərəcə isidilmiş sobada bişirdim. Mən kremə həm də qaymaq əlavə etdim və hardasa 7 saat soyucuda saxladım. Çox ləzzətli alındı. Mütləq siz də hazırlayan nuş olsun.